Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vel âkıbetu lil muttaqin. Vessalatu vesselamu ala Resulillahil emin Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ali beytihi tayyibin tahirin el ma'asumin aleyhimusselam ve la'netud daim ala a'daihim ecmaîn minel an ila yevmiddin. Bizim mövzumuz, bizim bəhsimiz Quran elmlərindədir. Bu gün istərdim Quran elmlərinin əhəmiyyəti haqqında danışım. Yəni Quran elmlərini bilmək, Quran haqqında məlumatlı olmaq bizim əqidəmizə, əməlimizə, əxlaqımıza, dinimizə, imanımıza nə qədər müsbət təsirləri olduğu haqqında danışmaq istəyirəm. Yəni Quran elmlərinin əhəmiyyəti haqqında. İlk öncə onu qeyd edək. Bildiyimiz kimi Quran İslam dininin ilk etimad olunması, ilk sökənəsi mənbəsi hesab olunur. Yəni əgər biz İslam dini haqqında danışırıqsa, istər usulü din mövzuları olsun, məsələn təvhid olsun, nübüvvət olsun, imamət olsun, məad olsun, istər furud dinlə bağlı olan əməli məsələlər, məsələn namazdır, xumsdur, zəkat, oruc, cihad, əmr bil məruf bu kimi mövzular olsun. İstərsə də yəni əməli, əxlaqi, ictimai mövzular olsun. Yəni hər bir halda biz İslam dini haqqında danışırıqsa, ilk söykənəcəyimiz yer, ilk etimad edəcəyimiz yer Qurani Kərimdir. Ona görə də biz bu qeyd etdiyimiz məsələlərdə yanlış fikrə düşməmək üçün, yanlış məlumata əldə etməmək üçün, düzgün nəticə əldə etmək üçün, doğru yola yönəlmək üçün, bu məsələlərdə yəni doğru yolda olmağımız üçün mütləqdir ki, Quran haqqında məlumatımız olsun. Yəni Quran elmlərindən məlumatımız olsun. Əgər biz Quran elmlərinə cahil olsaq, Quran elmləri haqqında məlumatımız olmasa, Allahla bağlı olan etiqadımızda, Peyğəmbərlə bağlı olan etiqadımızda, imamətlə, məadla bağlı olan etiqadımızda yanlış yola düşmüş olarıq. Və dini məsələlərdə də, namazdır, orucdur, əməli məsələlərdə də düzgün əmələ, düzgün riayət etmiş olmarıq. Və nəticədə Allahın istədiyi dini yox, kiminsə yanlış, Quran haqqında yanlış söylədiyi fikirlərin təsiri altına düşərək, kiminsə düşüncəsinin nəticəsində irəli gələn bir nəticəyə, yəni o dinə əməl etmiş olaraq. Əgər bir insan Quran haqqında məlumatı yoxdursa, qarşı tərəf Quran haqqında danışır, yalan da danışsa, o onu asanlıqla qəbul edəcək. Niyə? Çünki Quran haqqında məlumat yoxdur, Qurana cahildir. Qarşı tərəf hər nə desə, o onu qəbul edəcək. Ümumiyyətlə belə bir məntiq var, belə bir qayda var ki, bir insan hansısa bir elm sahəsi haqqında danışırsa, kiməsə məlumat verirsə və o elm sahəsində qarşı tərəfə düzgün bilik ötürmək istəyirsə, düzgün məlumat vermək istəyirsə, mütləqdir ki, özü o sahədə mütəxəssis olsun, özü o sahədə, yəni peşəkar olsun. Əgər özü o sahədə mütəxəssis olmasa, peşəkar olmasa, o sahəni kamil bilməsə, qarşı tərəfə yanlış məlumat verər, qarşı tərəfi yanlış istiqamətləndirər və nəticədə də qarşı tərəf həmin elm sahəsində nəsə nəticə əldə edə bilməz. Məsələn, adicə biz götürək bir tibb sahəsində. Əgər bir həkim öz sahəsində mütəxəssis olmasa, öz sahəsində elmi kamil şəkildə bilməsə, yəni tibb sahəsini kamil şəkildə bilməsə, o nəticədə xəstəni düzgün müayinə edə bilməz və xəstəni düzgün müalicə edə bilməz və nəticədə xəstəyə həm maddi, həm də mənəvi zərər vurmuş olar. Biz bunu təhsil sahəsində də misal çəkə bilərik. Məsələn, bir müəllim öz peşəsində, öz sahəsində əgər kamil biliyə sahib olmasa, mütəxəssis olmasa, tələbəyə, şagirdə kamil elm verə bilməz və nəticədə də o tələbəni yanlış yola istiqamətləndirmiş olar. Eyni zamanda hüquq məsələsində, mühəndislik məsələsində, yəni hər bir sahədə əgər kim öz sahəsinin mütəxəssisi deyilsə, peşəkarı deyilsə, qarşı tərəf onun haqqında ona hər hansı bir məlumatı versə, o onu asanlıqla qəbul edər və nəticədə də düzgün istiqamətə yönəlmiş olmaz. Quran elmləri də qeyd etdiyimiz kimi belədir. Əgər biz Quran haqqında düzgün məlumatımız olmasa, Quran elmləri haqqında düzgün biliyimiz olmasa, Qurana cahil olsaq, qarşı tərəf bizi hər bir istiqamətə yönəldə bilər. Xüsusən də dövrümüzdə bu daha geniş yayılıb. Görürük ki, hər kəs Qurandan danışır. Yəni Quran sahəsində elmi olan, Quran sahəsində elmi olmayan, yarımçıq elmi olan, yəni hər kəs görür ki, Quran haqqında danışır və hər hansısa bir ayəni yanlış izah edir və yanlış təfsir edir və bunu cəmiyyətə yayır. Və cəmiyyətdə də nəticədə nə meydana gəlir? Quran haqqında müxtəlif fikirlər meydana gəlir, ixtilaflar əmələ gəlir və
elə deyək də, düzgün bir istiqamətə yönəlmiş bir cəmiyyət olmur. Hərə bir fikirdə olur. Ona görə mütləqdir ki, biz Quran elmlərini bilək və Quran elmlərinə yiyələnək. Və belə bir düşüncəli insanlar da var. Bəzən görsən iddia edirlər ki, mən ərəbcə bilirəm, Quranı tərcümə edə bilirəm, bu mənə kifayətdir ki, Qur'anı düzgün anlayım. Amma bunu unutmayaq ki, bir dili bilmək, o dildə oxuduğumuz ədəbiyyatı, o dildə oxuduğumuz kitabı düzgün anlamağımıza dəlalət eləmir. Ən azından hər hansısa bir ədəbiyyatı oxuyuruqsa, hər hansısa bir sahəni oxuyuruqsa, o sahədə bizim biliyimiz olmasa, biz oxuduğumuz kitabdan düzgün nəticə əldə edə bilmərik. Əlbəttə, Quran elmlərini, Qur'anı düzgün anlamaq üçün ərəb dili o şərtlərdən biridir. Amma mütləq şərt deyil. Mütləq şərt deyil ki, bir insan ərəb dilini bilirsə, bu Qur'anı düzgün anlaya bilər. Quran elmlərini əhatə edən mövzulara biz baxdıqda, yəni Quran elmlərini bilməyin əhəmiyyətini biz daha da aydın şəkildə anlayırıq. Yəni əgər biz Quran elmlərini əhatə edən mövzuları ayrı-ayrılıqda incələsək, ayrı-ayrılıqda təhlil etsək, həqiqətən də görəcəyik ki, yəni Quran elmlərini bilmək nə qədər əhəmiyyətlidir, nə qədər mühümdür. Məsələn, Quran haqqında, yəni Quran elmləri haqqında olan mövzulardan biri surə və ayələrin nazil olma səbəbidir. Yəni biz bu mövzunu araşdırdıqda, məsələn, bir ayə və ya bir surə haçan nazil olub, kimin haqqında nazil olub, nazil olma səbəbi nədir, bu nəyə dəlalət edir, kimin şə'ninə nazil olub, bunu təhlil etdikdə həmin ayədən, həmin surədən biz düzgün nəticə əldə edə bilərik. Bu mənfi xüsusiyyətdə ola bilər, müsbət xüsusiyyətdə ola bilər. Məsələn, Məsəd surəsini biz misal vura bilərik. Peyğəmbərin əmisi Əbüləhəb haqqında olan, nazil olan surədir və bu Əbüləhəbin Peyğəmbərə qarşı çıxdığı və Peyğəmbərə, belə deyək də, Peyğəmbərliyini qəbul etmədiyi, eyni zamanda Peyğəmbərə zülm etdiyi üçün bu surə onun haqqında nazil olub. Məsələn, birinci ayəsinə baxanda deyir ki, Təbbət yədə Əbilləhəbin və təbb. Əbilləhəbin əlləri qurusun və qurudu da. Artıq biz bu surənin nazil olması səbəbinə baxdıqda bilirik ki, bu surə Peyğəmbərin əmisi Əbüləhəb haqqında nazil olub və bu onun, belə deyək də, Peyğəmbərə qarşı çıxdığı və Peyğəmbərin Peyğəmbərliyini qəbul etmədiyi və bu surədən biz asanlıqla nəticə əldə edə bilərik. Və yaxud da ki, eyni zamanda Peyğəmbərin hicrəti zamanı Əli əleyhissalam ki, Peyğəmbərin yerində yatıb, həmin gecəyə Leylatül Məbid deyirlər. Bəqərə surəsinin 207-ci ayəsi məhz həmin gecə Əli əleyhissalam Peyğəmbərin yerində yatdığı üçün Əli əleyhissalamın şə'ninə nazil olan ayədir. Yəni bu ayənin nazil olma səbəbi Əli əleyhissalamın fədakarlığı, öz canından keçməsi, Allah yolunda canını heçə sayması, Allah yolunda canını fəda etməsi və bu, belə deyək də, bu məqsədlə, bunun üçün Əli əleyhissalamın fəzilətini bəyan edən səbəbə görə nazil olan bir ayədir və biz bu ayənin nazil olma səbəbini baxdıqda, təhlil etdikdə artıq bu ayədən düzgün nəticə əldə edə bilirik ki, bu ayə nəyə dəlalət edir. Ümumiyyətlə, Quran elmlərinin faydasını belə deyək də, məsələn, başqa bir mövzusuna da baxdıqda, bəzi ayə və surələr biz görürük ki, Məkkədə nazil olub, bəzi ayə və surələr görürük ki, Mədinədə nazil olub. Məkkədə nazil olan surələrin xüsusiyyətlərini incələdikdə, təhlil etdikdə onlardan asanlıqla nəticə əldə edə bilərik. Və yaxud da ki, Mədinədə nazil olan surə və ayələri təhlil etdikdə, onların xüsusiyyətlərinə baxdıqda, o ayələrdən düzgün nəticə əldə edə bilərik. Ümumiyyətlə, Quran elmlərini bilməyin faydalarını xülasə olaraq belə qeyd etmək olar ki, məsələn, Quranın özünü düzgün anlamaqda bu bizə kömək olur. Yəni, Quran elmlərindən biz məlumatımız olsa, Quranın özünü düzgün anlamış olarıq. İkinci, Quran elmlərindən məlumatımız olsa, ayə və surələr haqqında məlumatımız olsa, Quranı incələsək, yəni o təfsir elmi də buna daxildir təbii ki, biz şəriətlə bağlı olan məsələləri düzgün əldə edə bilərik. Və yaxud da ki, nübüvvətdir, təvhiddir, imamətdir, bu mövzularla bağlı olan düzgün nəticəni əldə edə bilərik və nəticədə də etiqadımızda, əməlimizdə yanlış yox, düzgün yolda olmuş olarıq. İstəməsək də, istəməsək də Quran elmlərinin bizə faydası, yəni istəsək də, istəməsək də dövrümüzdə baxırıq ki,
məzhəblər arasında, təriqət arasında fikir ayrılığı var, fikir müxtəlifliyi var. Əgər bir insan həqiqətən də Quran elmlərini bilsə, Quranı düzgün anlasa, bu ixtilaflar onun üçün aradan gedər, öz həllini tapar və nəticədə o insan düzgün yolda olmuş olar. Bu elmi, Quran elmlərini bilməyin faydasını sonda belə bir cümlə ilə də xülasələşdirmək olar ki, Quranı düzgün anlamaq istəyiriksə, Quran haqqında yanlış fikirlərdən, düzgün olmayan düşüncələrdən uzaq olmaq istəyiriksə, kimlərinsə şəxsi nəfsi düşüncələrinin təsiri altına düşmək istəmiriksə, mütləqdir ki, biz Quran elmlərini öyrənək və Quranı düzgün anlayaq, düzgün nəticə əldə edək. Allah bu işdə hər birimizi müvəffəq eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.